Bismillahirrahmanirrahim. İnna fətəhna ləkə fəthən mubina. Sözünü verdiyimiz kimi fəth günlərinə yaxınlaşırıq inşallah. Ali məqamlı rəhbər İmam Seyyid Müştəba Xameneyi bəyanat verdi. Sepah isə Fars körfəzində düşmənə qarşı cavab tədbirləri gördü. Və gözlənilən budur ki, bu cavab tədbirləri daha ağır formada davam etsin inşallah. Allahın salamı olsun sizlərə, əziz və hörmətli bacı və qardaşlarımız. Xoş gördük sizləri. Öncə Ərəfə günü münasibəti ilə başda zəmanəmizin sahibi Həzrəti Məhdi əleyhissalam olmaqla Ali məqamlı rəhbərimizi və siz azadlıq sevərləri təbrik edirik. İkincisi isə imamətin vəfalı və etibarlı naiblərindən olan Müslim İbn Əqilin şəhadət münasibəti ilə təsliyə edirik. Beləliklə, Ali məqamlı rəhbərimizin Cavan Xameneyi Həzrətlərinin həcc mərasimi bəhanəsi ilə verdiyi bəyanatdan bəzi sitatları və daha sonra Sepahın verdiyi bəyanatdan bəzi sitatları sizin xidmətinizə oxuyacağım və bir neçə cümlə, çox yox, lazım olsa işarələr, əlavələr edərik inşallah. Deməli, bəyanatdan seçdiyimiz nöqtələr. Ali məqamlı rəhbər ümumilikdə baxsaq bu bəyanatda artıq bölgədə yeni İslami düzən və nizamın yaradılmasından danışaraq qonşu ölkələrə bir daha müraciət edir və bir növdə hüccəti tamam edir ki, gözlənilən və bizim də ehtimalını daha çox verdiyimiz son döyüşün təkmilləşdirici və qarşı tərəfin məğlub olmasının rəsmiləşəcəyi inşallah hadisələrlə bağlı qonşu ölkələrə yeni nizama qoşulmağı və İslami nizamın başlanğıcının hər kəs üçün faydalı olacağını bəyan edir səmimi münasibətləri ilə. Amma gəlin bəzi sitatlara nəzər eləyək. Ali məqamlı rəhbər belə buyurur. Allahu Əkbər düşməni məhv edən silah. Müsəlman xalqı, Müsəlman İran xalqı 47 il əvvəl Allahu Əkbər silahı ilə ayağa qalxdı. Yəni 79-cu ildəki İslam inqilabından danışır. Zalım, diktator və asılı olan Pəhləvi rejimini devirdi. Acgöz və təkəbbürlü imperialist Amerikanın əl-ayağını ölkədən kəsdi və bununla yanaşı Siyonizmin də təsirini tamamilə ölkədən kəsdi. Məhz bu Allahu Əkbər silahı ilə İranın Səddam Hüseynin Bəs rejimini, bu rejimin işğal əməliyyatlarından sonra qeyrətli mücahidlər və təvazökar gəncləri 8 illik möhtəşəm, müqəddəs müdafiəni yaratdılar və onlar bu müqaviməti illərdir iqtisadi blokadalara, çevriliş planlarına, qəddar sanksiyalara və düşmənlərin İslam Respublikasına qarşı saysız hesabsız siyasi, təbliğat və iqtisadi hücumlarına qarşı möhkəm və qətiyyətlə davam etdirdilər. Burada bir neçə nöqtə qeyd etdiyim kimi qısaca əlavə edim. Rəhbərin bəyanatının bu hissəsi bilirsiniz nəyə qayıdır? İzləyənlər bilər, biz illərdir İranın strukturasından və hansı modeli dünyaya təqdim etməsindən və hansı prinsiplərə əsasən ilahi zuhur hökumətinin şeytanın belini yerə vurub məhv etdikdən sonra dünyaya
hakimlik edəcəyi mərhələyə zəminə yaratmaq prinsipi ilə qurulmasından danışmışdıq. Burada həmin nöqtələrə rəhbərimiz çox incəlik və zərifliklə işarə vurur. Əvvəl Allahu Əkbər prinsipin üzərində danışır. Yadınıza gəlirsə, dəfələrlə bu məsələni vurğulamışıq. Gedən proseslər ətrafında da təhlillər verəndə həmişə bu məsələyə toxunurduq. Allahu Əkbər prinsipi, yəni dünya, axirət, fiziki, metafiziki, materiya, metafiziki, mücərrəd, bütün aləmlərin həqiqəti Allah deyilən haqqın özüdür. Həqiqət o özü olduğuna görə ona çatmaq mümkün deyil. Onunla mübarizə aparmaq mümkün deyil. Dostun, düşmənin oynadığı bu oyunlar hamısı onun qurduğu sünnət, ilahi sünnət labirintində və bumerangındadır. Düşmənin belə planları onun bumerangının daxilindədir. Və məkəru və məkərallah ayəsinin daxilindədir. Kənara heç kəs çıxa bilmir. Və hətta Allahu Əkbəri izah verəndə biz deyirdik mənası budur. Yəni vəsf edilməyəcək böyüklükdədir. Əl çatmaz üfüqlərdir. Daim ona qarşı, ona tərəf hərəkət etmək lazımdır. Misallarını da vururduq. Kissingerin məqaləsindən bir neçə dəfə bu barədə misal vurmuşduq. Allahu Əkbər prinsipini sizin üçün təhlil edəndə. Qeyd etmişdik ki, Kissinger deyir, bizim zehnimizin ucundan keçmirdi ki, İranda axundlar, mollalar inqilab edə bilər. Və sonra demişdi ki, İmam Xomeyni rəhmətullah əleyh barəsində ki, onun baxış üfüqləri həmişə bizim ən böyük hesablamalarımızın fövqündə olub. Yəni, dünya dili ilə desək, həmişə bir addım öndə. Amma həqiqət dili ilə desək, həmişə Allahu Əkbər prinsipinə əsaslandığına görə üfüqlərin fövqündədir. Ora əl çatmır. Burada birinci məsələ budur. İkinci məsələ, görürsünüz, rəhbər 47 illik dönəmi anladır. Bu bilirsiniz, ümumi şəkildə hara qayıdır? Deyirdik, İran İslam Respublikası inqilabı qurulandan bəri ümumi götürsək 3 mərhələdən danışırdıq. Şəhid rəhbərimiz 6 mərhələyə bölmüşdü. Ümumiləşdirsək 3 mərhələ. İran əvvəl daxildə olan düşmənləri tədrici məhv eləməli idi. Bu düşmənin başı böyük şeytan Amerika və onun törəməsi İmam Xomeyninin təbiricə xərçəng vəzisi və xərçəng şişi olan siyonistlər və onlara bağlı olan qərb meyilli qüvvələr, hətta Bəni Sədrin hökuməti vaxtında İranda. Bunlar tədricən daxildən kəsilməli idi ki, bunların əli kəsildi. Rəhbər ona görə burada indiki rəhbərimiz işarə vurur. Amerika və siyonist rejimin əli kəsildi. Qalıb Bəni Sədirdən bu tərəfə qədər gələn qərb meyillilərin kökünün kəsilməsi ki, bugünkü hadisələr artıq onların kökünün kəsilməsidir. İran xalqı küçələrdədir. Bu elə belə deyil. Və elə buna bağlı olaraq üçüncü nöqtəmiz ki, həmişə təkid edirdik, yadınıza gəlirsə, deyirdik ki, Pezeşkiyan hökuməti seçiləndən bu yana deyirdik ki, Pezeşkiyanın dövləti İran daxili və xarici siyasətlərindəki növbəti inqilab deməkdir. Və bugün gedən proseslərdə siz bunu açıq-aşkar müşahidə edirsiniz. O inqilabı deyəndə deyirdik, xaricdə Amerikanın bölgədən əli kəsilməlidir, siyonist rejim xəritədən çıxmalıdır, işğal olunmuş torpaqlar sahiblərinə qayıtmalıdır bu mərhələdə. Daxili siyasətdəki inqilab da birbaşa Əhl-i Beytin ordusu inqilabçı qüvvələrə qayıtmalıdır. Rəhbərliyə birbaşa və sepah və silahlı qüvvələrin arxasına keçməlidir. Xalq bugün xiyabanlarda onu göstərir. Və növbəti nöqtə budur ki, ümumi şəkildə baxsaq, rəhbərin bu bəyanatı nəyə işarə vurur? Bu 3 mərhələ,
İran daxilində inqilab olmalıydı dediyimiz bu faktorlar baxımından, xarici və daxili düşmənlər baxımından. Bu 79-dakı inqilabla startı verildi. Sonra Səddam oyununu çıxartdılar, 8 il ki müdafiədən danışır rəhbər burada. Növbəti mərhələ gəldi təqribən 2000-ci illərə. İran ikinci addımı başladı. Bölgədə müsəlman xalqlar və azadlıqsevər vətənpərvərlərin əli ilə ikinci mərhələ start verdi. Bölgədə müqavimət cəbhəsi formalaşdırılmağa başladı. 2000-ci illərdən bu tərəfə Amerika əvvəl əgər İranın daxilinə qayıtmaq istəyirdisə, Amerika bu səfər nigarançılığı bu idi ki, bölgədən mən çıxarılacam bu müqavimət qüvvələri ilə, heç olmasa bölgədə qalım. İndi isə üçüncü mərhələyə doğru, hətta rəhbərin bayaq dediyim təbiricə, yeni nizam, yeni düzən Amerika görür ki, bölgədən də çıxarılıram, müqavimət qloballaşır. Ona görə də son günlərdə İran bəyanatlarında bunu təkrar edir ki, Amerikanın növbəti absurd addımı və macəra axtarışında olması səbəb olacaq qlobal, bölgədən və məntəqədən kənara çıxacağıq. Üçüncü mərhələ də budur. Amerika bölgədən çıxarılmaqla bölgə özünə qayıtmalıdır və qloballaşma daha da çoxalmalıdır. Bu da sözünü verdiyimiz və bir neçə proqramda təhlil etdiyimiz 2028-ə qədər böyük ölçüdə həll olunmalıdır. Bəziləri 2030 proqramı deyir, hətta 2032-yə qədər. Biz deyirik 2028, maksimum 28-30 arası. Deməli, bu üç mərhələdir ki, bu ikinci və üçüncü mərhələnin start götürülməsi, yəni 2000-ci ildən bir yana ikinci mərhələ bölgəsəl müqavimət və regional müqavimət və bundan o tərəfə yaranmaqda olan yeni dünya və məntəqənin yeni düzəni ilə 28-30 arasına qədər bu mərhələnin başlanğıcı ikinci mərhələdən şəhid rəhbərimizin təbiri inqilabın ikinci addımı deməkdir. Rəhbərimizin İmam Seyyid Müştəba Xameneyinin bəyanatının davamında bu nöqtəni təkmilləşdirən məsələlərə işarə vurulur ki, artıq sarsıntı içində olan Siyonist rejimin nəfəsləri sayılır. Bu məsələyə şəhid rəhbərimiz son dönəmlərində nəfəs sayılmaq məsələsinə çox az işarə vurmuşdu. Amma bugünkü dönəmdə yeni rəhbərlə və yeni düzənin yaranması, dünyanın gözü qarşısında yaranmaq üzrə olduğu dönəmdə Seyyid Müştəba Xameneyi həzrətlərinin bu məsələyə toxunması məxsusi önəm kəsb edir. Dünənki proqramımızı izləyənlər görər. Biz dünənki proqramda Həzrət Əli əleyhissalamın hədisinə əsasən Fələstinin azadlığından danışdıq. Bu təkmilləşdirici bir nöqtədir. Nəfəsləri sayılır. Və rəhbərin bayaq oxuduğumuz sitatını da təkmilləşdirir. İrandan Livana, Fələstinə, İraq, Suriya, Afrikadan, Yəməndən, Əfqanistan və Pakistana, eləcə də dünyanın bütün azad xalqlarına qədər İslam ümməti ilə müqavimət cəbhəsinin mücahid gəncləri arasında əlaqə xətlərini gücləndirən, yəni bütün bölgəsəl baxın müqavimətdən danışır rəhbər. Bu bölgəsəl müqavimət cəbhəsi ilə xalqlar arasındakı xətləri gücləndirən, təsbehin ipləri kimi bu dənələri bir yerə yığan, bizim təbirimizdir bu, Allahu Əkbər silahı idi ki, bu möhkəm ip İslam ümmətini Siyonist təcavüzkarlarından qorumaq, IŞİD-i əzmək, Əl-Əqsa fırtınasını başlatmaq və sarsılmış Siyonist rejimin nəfəslərini kəsmək üçün yüksəlməkdədir və ya yüksəlməlidir. Dəqiqliklə bayaq dediyimiz məsələlərdir. Allahu Əkbər qırılmaz bir ipdir. Rəhbər də buna burada işarə edir. Yeganə prinsipial baxışdır ki, şeytani qüvvələrin və Epstein alyansının ora əli çatmır. وَاعْتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا
فَلَا تَفَرَّقُوا. Allah Quranda buyurur ki, Allahın ipindən bir yerdə hamımız yapışın. Həblullah kimdir? Bugün Əli fəryadları dünyada dolanır. Seyyid Əlinin şəhadəti ilə bütün azadlıq sevərlərin təsbih dənələri kimi Allahu Əkbər ipi ətrafında, Əli adlı ipin ətrafında birləşməsinə səbəb oldu. Və bugün budur ki, siyonist rejimin nəfəslərini həqiqətən də artıq sayğacla sayırlar. Və gedən prosesləri görürsünüz. İstəyir Hizbullah, istəyir Hənzələ, kiber hücumlar, siyonist rejimin gecəsini gündüz edəcəyik sözündən sonra Hənzələnin gecə partlayışı keçən səfər danışdıq. Atom obyektlərinin yanında raket mühərriklərini hazırlayan zavodların bir-birinin dalıca partladılması və sair və Hizbullahın bugün sözün həqiqi mənasında FPV-lərlə siyonist rejimin canlı qüvvələrini və həssas yerlərini, dəmir günbəz, bizim təbirimizlə aşdüzən olan günbəzi və digər təhlükəsizlik obyektlərini dizə gətirməsi tədrici amma sürətlənən siyonist çöküşünün müjdəçisidir ki, rəhbərimiz bu bəyanatda müjdə verir. Və biz, bir daha qeyd edirəm, dünənki proqramımızı izləyin. Əgər izləməmişsinizsə, Həzrəti Əli əleyhissalamın hədisinə də əsasən biz buna toxunduq, Fələstin azadlıq məsələsi. Rəhbər davamında buyurur ki, zamanın əqrəbləri artıq geri dönməyəcək. Artıq qayıdış yoxdur. Və bölgə xalqları və torpaqları artıq Amerika bazalarının qalxanına dönməyəcək. Bu iki başlıdır. Bu iki başlıdır. Yəni artıq xalqlar oyanıb və xalqlar medialar vasitəsilə zehni terrorlar deyirdi. Ya, o çox da dərdə dəyməyəcək. Bu zehni terrorlar işini görə bilməyəcək. Bu ikinci mənası budur ki, artıq Amerika Lora dildə deyəndə pılını pırtını yığıb getməlidir. Artıq məcburdur. Artıq şər üçün təhlükəsiz bir sığınacağın olmaması və bölgədə hərbi bazaların yaradıla bilməməsi bundan sonra, bununla yanaşı Amerika əvvəlki statusundan günü-gündən uzaqlaşır. Bu da rəhbərin buyurduğu, əvvəldə qeyd etdiyimiz bölgəsəl və regional yeni İslami idarəçilik nizamının müjdəsidir. İndi isə gəlin rəhbərin elə bu bəyanatlarını tamamlayan dünən gecəki proseslər. Biz son proqramlarda çox deyirdik ki, 3 ay tamamlanır, döyüşün 3 ayı ümumilikdə tamamlanır. Artıq 86 gecədir ki, biz burada xalqla küçələrdə görürük, izləyirik. Bugün 87-ci gecə olacaq inşallah. 3 ay tamamlanır və biz qeyd edirdik ki, bu sözdə atəşkəs olan rejim və rəhbərimizin təbiricə, daha dəqiq təbir etsək, meydandakı sükut prosesi deyirdik ki, 51% bizi Amerikanın son axmaqlığına doğru aparır və artıq döyüş qığılcımları görünməlidir. Və deyirdik, bu 51% üzü 80%-ə doğru çoxalır. Dünən və sırağa günkü gecələr baş verən proseslərdə biz bunu müşahidə edirik. Amerika bir neçə məqsədlə pilotsuz uçuş aparatlarını, dronlarını göndərir. Bahalı MQ-9 və RQ-4, yəni MQ-9 və RQ-4 və bunlar vurulur. Bəzi qeyri-rəsmi xəbərlərə görə Sepahın 2 dənə sürətli qayığına özümüzü müdafiə edirik bəhanəsi ilə, qırıcı ilə hücum ediblər. Və bunun arxasıca Sepahın dəniz qüvvələri müəyyən qədər ağrıdıcı zərbələr Amerikanın 2 hərbi donanmasına endirib, biri dəqiqliklə vurulub, digərini hələ məlumat vermir. Nə İran tərəfinə, Amerika ki, heç gizlətməyə çalışır.
Bu Amerikanın yadınıza gəlir deyirdik niyə döyüş başlama ehtimalı və bu döyüş başlasan hansı ehtimallar var? İranın oradakı adaları, məsələn Xark adası filan yoxlayacaqlar. Və bu yoxlama prosesidir. Birbaşa budur, məqsədlərinin birbaşa budur ki, birincisi İranın cavab vermə reaksiyası yoxlansın. İkincisi, bu əməliyyatları edərək öz aləmlərində Sepahın cənubdakı, Fars körfəzi yaxınlığındakı quraşdırdığı və Çinlə də həmkarlıq edərək quraşdırdığı yeni güclü hava sistemlərini, yerini, müdafiə sistemlərinin, havadan müdafiə sistemlərinin yerini öyrənmək. Amma bunları şoka salan fakt bu olub ki, 3 dənə MQ-9 və RQ, bunların 3'ü 20 dəqiqə ərzində bəzi məlumatlara görə, 3'ü 20 dəqiqə ərzində sürətlə vurulur və Amerika qüvvələri özünü itirir və çaşbaşlıqdan bəzi İngilis və Amerikan mediaları təsdiq edir bunu ki, çaşbaşlıqdan artıq qırıcıları, kəşfiyyat məlumatları gəlmir və GPS pozuntuları yaranır deyə qırıcıları necə gəldi, hara gəldi, bir neçə bomba atır, raket atır. Əlbəttə, məqsədlərinə çatmırlar və qaçırlar. F-35 qırıcılarının biri də hava hücumundan müdafiə sistemi izləməsi nəticəsində qaçır. Amma istədikləri məqsədə çata bilmirlər ki, müdafiə sistemlərinin yerini orada öyrənsinlər. Beləliklə də Sepahın da bəyanatında rəsmi belə gətirilir ki, MQ-9 pilotsuz təyyarəsi vurulub, salınıb və F-35 qırıcı təyyarəsinə tərəf atəş açılır və qovurlar, qaçır ki, İslam İnqilabı Keşikçilər Korpusu Sepahın İctimaiyyətlə Əlaqələr şöbəsi MQ-9, yəni MQ-9 pilotsuz təyyarəsinin və RQ-4, yəni RQ-4 pilotsuz təyyarəsinin və F-35 təcavüzkar qırıcı təyyarəsinin müəyyən edilməsi və ələ keçirilməsi barədə bəyanat yayır və belə qeyd edir ki, Sepah təcavüzkar Amerika ordusu tərəfindən atəşkəsin pozulmasına qarşı xəbərdarlıq edib və buna cavab vermək hüququnu qanuni və qəti hesab edir. Məsələ buradadır, cavab vermək hüququ. Amerika nələrisə öyrənmək istəyir, bir boşluq axtarır və biz deyirdik, hey, güc balansları burada öz sözünü deyəcək, dözümlülük. Amma hər iki tərəf bəhanə axtarır. İran Amerikadan 10 qat çox bəhanə axtarır ki, Amerikanın sözdə mühasirəsini və müəyyən qədər də İranın cənubdakı ticarətinə mənfi təsir göstərən mühasirəsini yaymaq və Amerikanın dəfələrlə dediyimiz kimi gözlənilən döyüşdə tabutuna əməlli başlı böyük son mismarı vurmaq üçün İran da bəhanə axtarır. Buna görə Sepah deyir ki, cavab vermək hüququ qəti şəkildə, halbuki cavab verib, amma qəti şəkildə və qanuni şəkildə saxlayırıq. Bir bəhanədir. Bəyanatın davamında deyilir ki, Amerika Birləşmiş Ştatları terrorçu ordusu bölgədəki müdaxiləçi macəralarını və təcavüzkar davranışlarını davam etdirərək Fars körfəzi bölgəsindəki İran hava məkanına daxil olur və inqilab keşikçilərinin müdafiə bölmələri ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün diqqətlə kəşfiyyat monitorinqindən sonra MQ-9 pilotsuz təyyarəsini müəyyən edərək vurur. Maraqlı günlər yaxındadır. Rəhbərin bu bəyanatı və Sepahın bu bəyanatı və bu dünən axşam məxsusən baş verən bu toqquşma bizə bunu deyir. İslam yeni İslam düzənini regionda yaradacaq və Amerikanın tabutuna son mismarı vuracaq maraqlı günlər və çox aydın günlər yaxında, çox yaxında inşallah bizləri gözləyir. O günlər ki, Amerikanın daxilində sözünü verdiyimiz və bugün müşahidə etdiyimiz kimi reallaşdığını gördüyümüz partlamaları qəfil və heç kəsin gözləmədiyi halda daha da böyüdəcək şəkildə bizə göstərəcək. Əlbəttə, Siyonist rejimin sonunun daha böyük partlayışlarını və sirli yerdən və yerlərdən qaynaqlanacaq sürpriz partlayışlarını bizə göstərəcək.
Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.